Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Məni soruşsaz, mən də şükür yaxşıyam. Bugün menümüzdə toyuq kızartması var. Biraz doğra hazırladım. Bir də kartof koydum qaynasın ki, püre eləyərəm. Tez bazar burada elədiyim dəyişiklikləri sizə göstərirəm. Stəkanların yerini dəyişdim. Kızlar, mebellərim gələndən sonra kuxnada olan qonağa aid olan ne varsa hamısını apardım qonaq otağına yerləşdirdim. Deyənə şkaflar artıq boşdur deyənə istədiyim rahat dəyişiklikləri eləyə bilirəm. Deməli qızlar, bu qaz plitəm paslanır öz üstünə. Təmizləsəm də, neynəsəm də xeyri yoxdur. İnşallah onsuz mərmər elətdirmək istəyirəm mebelin üstünü. İnşallah qaz plitəsini də dəyişəcəm. Gəlib mən də çoxan benim palı torda beynimə bilmişdi. Zaten yoldaşım sevmir. Mən özüm üçün balaca bir dilim götürdüm. Və belə şirniyyatlar götürdük. Çayla içməyə qənd götürdüm. Azar qəndimdən başqa qızlar içə bilmirəm. Bir dənə berqa götürdüm. Bir də qızlar belə bir şirniyyat götürdüm. Çiyələkli ilk dəfə də aldım. Tadı qəşəng idi, bəyəndim. Bir də belə bir qap şampuan aldım. Moledi deyəsən adı. O da yaxşıdır. Deməli qızlar, bu makaron Arazda da var. Arazda bahadır, amma Almarketdə ucuzdur. Bir də ketçap götürdüm qızlar. Belə qəşəng. Bu qədər alışverişim. 2000 years later. Deməli qızlar, elə axırıncı dəfə video çəkdim, soxdım. Xəmirimi elədim. Xəmirim acıyıb. Filə qoymuşam. Kotlet eləyəcəm. Burger eləmək istəyirəm. Burada da lütfən qoydum. Belə. Demək qızlar, inarsız səhərdən hələ ortalığa gəlib, hələ qutarmamışam. Belə piraşkilər yeyilib, qalan qalıb. Bir də pizza. Belə hazırlamışdım qalan xəmirdən. Qablarımı da yumuşam. Belə. Hələ orada yulanlar var. Belə. Belə. Buralarda sərgə salmışam. Qonaq otağında axşam çay içmişdik. Belə təmizlədim. Getir vurdum. Belə. Hər qapı açıldıqca bu belə qatlanır. Külək vurur. Koridorun belə sönüdür. Paltarlarım da sərilib belə. Ərinirəm otağa getmək. Belə. Yataq otağımda sərgiyə saldım. Xalçamı sərdim. Balaca da burada yatıb. Böyüyü də o tərəfdə yatıb pişiklərim. Demək qız, ev işi sərgiyə salınan sonra ad günə gedəcəkdim deyənə hazırlaşmağa başladım. Burada görürsünüz, xalam oğlum 14 yaşı olur. Ona belə bir tort zakazı eləmişdim. Artıq yoldayıq, gedirik. Biz də Neftçilərə doğru birinci masasıdan tortu götürdük. Sonra isə xalamgilə yollandı. Tortu da göstərməyə çalışıram. Belə. Sonra Ensivakiki girdim qızlar. Belə bir kapronkalı köynək aldım. Bu rəngdə kərpic rəngində. Yəni sadə. Ki xoşuna gəlsin. Mənim rəngi çox xoşuma gəlmişdi. Mən razmerimdə böyük üçün olsaydı, mən özüm üçün də alardım. Belə. Burada yoldaşımı gözləyirəm. Burada gəlmişik. Çaylar içilibdi. Mən çayla aram yoxdur deyənə mən özüm üçün su gətirdim. Burada isə kombinimi göstərirəm sizlərə. Belə bir kombin eləmişdim. Bugünlük bu qədər qızlar. Sağ olun, sağlıqla qalın. Hələlik.